Salam əziz tələbələr. Bugün sizə qısa bir izahım inzibati xətalar məzəlləsi, inzibati tənbih növləri ilə bağlı olacaq. Deməli, ilk öncə inzibati tənbihin özü nədir desək, inzibati tənbih məsuliyyət tədbiridir. İnzibati tənbih, inzibati xəta törədən şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilmək, həm həmin şəxsin, həm də digər şəxslərin yeni inzibati xətanın törədilməsinin qarşısını almaq məqsəd daşıyır. Yəni, o deməkdir ki, həmin şəxsə inzibati tənbih verilir ki, bir daha inzibati xəta törətməsin və digər şəxslər də ona baxaraqdan inzibati xəta törədilməsinin tənbihə səbəb olacağını anlasınlar. Qısa bir izahımız nədir bununla bağlı? İnzibati tənbih bölünür növlərinə görə iki hissəyə: əsas və əlavə. Ümumilikdə 7 inzibati tənbih növü var. İlk olaraq başlasaq, xəbərdarlıq, inzibati cərimə, inzibati xəta predmeti olan alət, obyektin müsadirəsi, fiziki şəxslərə verilən xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikası hüdudlarından buna bir növ deportasiya dediyimiz hüdudlardan kənara məcburi qaydada çıxarılma, ictimai işlər və inzibati həbs. Deməli, əsas və əlavə olaraq bölgə eləsək, xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və inzibati həbs. Bunların hər biri əsas inzibati tənbih növləridir. Digər geri qalanları isə əsas və əlavə inzibati tənbih növləridir. Fərqləri nədir? Fərqləri budur ki, iki əsas inzibati tənbih növünü bir yerdə verə bilmərik. Amma bir əsas, bir əlavə verə bilərik. Daha sonra misal üçün iki əsas və əlavəni bir yerdə verə bilərik. Bəli, o zaman necə olur? İki əsas və əlavəni bir yerə versək, onda onlardan biri dəyişib olur əsas tənbih növü. Yəni, deyə bilərik ki, əsas və əlavədir. Bu nəyin əlavəsidir? Ona görə biri istər-istəməz dəyişib olmalıdır əsas tənbih növü. Və bunlardan ilk üstündə qeyd elədiyim xəbərdarlıq, inzibati cərimə və alət obyektin müsadirəsi. Bunlar tətbiq olunur həm də hüquqi şəxslərə. Digərləri isə təbii ki, məna baxımına da diqqət edəsək, onsuz da heç cürə uyğun gəlmir. Alət obyektin müsadirəsində bir fərq var ki, əgər müsadirə olunacaq silah sursatdırsa, bunlar əgər həmin şəxsin əsas dolanacaq mənbəyi ovçuluq təşkil edilirsə, həmin şəxslərdən həmin silah sursat, yəni ovçuluq üçün istifadə olunan silahdan söhbət gedir. Bunların müsadirəsinə yol verilmir. Hüdudlardan kənara çıxarılma isə təbii ki, məlum olduğu kimi bunlar tətbiq edilir əznəbi və vətəndaşlığı olmayan şəxslərə. Təbii ki, izahımız mövzu ilə bağlı daha genişdir, amma videonun vaxtını qısa tutmaqdan ötürü sadəcə sonunda yekun sualımız budur ki, bizə qeyd edəsiniz, ictimai işlər hansı saatdan hansı saata qədər tətbiq oluna bilər. Təbii ki, daha ətraflı məlumat vermək istəyən həftədə neçə saatdan artıq az ola bilməz və gündəlik neçə saatdan artıq ola bilməz. Bunları da qeyd etməyimiz tövsiyə olunur.